Hər vaxtınız xeyir. Bakı Network təhlil və araşdırma platforması çərçivəsində növbəti verilişimizdir. Qonağımız Azərbaycan Mediasiya Şurasının rəhbəri Nadir müəllim Adilovdur. Mediasiya dünyanın bir sıra ölkələrində tətbiq edilir və xüsusilə bu qərb ölkələrində daha geniş yayılmış bir praktikadır. Azərbaycanda da 2019-cu ildən bunun əsası qoyuldu. 2020-ci ildə qanuni olaraq qüvvəyə mindi və artıq 5 ildir ki, Azərbaycanda Mediasiya İnstitutu fəaliyyət göstərir. Mediasiya əslində nədir? Bir sıra mübahisələrin və münaqişələrin məhkəməyə qədər həll edilməsi üçün çox münasib, çox sadə bir strukturdur. Nadir müəllim, Azərbaycanda mediasiya üçün məcburi olan sahələrlə yanaşı, mediasiyanın bundan sonra tətbiq edilə biləcəyi sahələr var. Məsələn, mülkiyyətdir, əqli mülkiyyətdir, ailə məsələləridir, torpaq məsələləri. Sizin fikrinizcə, mediasiyaya cəlb ediləcək perspektiv bundan sonra sahələr hansı sahələrdir? Evvela təşəkkür edirəm dəvət üçün, böyük şərəfdir. Çünki bizim böyük ehtiyacımız var, həm maarifləndirmə işlərində, həm də görülən işləri perspektivi əhaliyə çatdırmaqdır. Mən buna görə xüsusi təşəkkür edirəm. Mediasiya ilə bağlı bilirsiniz ki, mediasiya haqqında Azərbaycan Respublikasının qanununda, Cənab Prezident tərəfindən imzalanan qanunda vətəndaşlara ailə, əmək, mülkü, o cümlədən kommersiya mübahisələrini və eyni zamanda inzibati mübahisələrini və digər mübahisələri həll etmək, belə deyək, hüquqi səlahiyyəti verilir. Burada hal-hazırda icbari mediasiya sahəsində əmək və ailə mübahisələrindən söhbət gedir. Hansı ki, vətəndaşlar məhkəmələrə müraciət eləmədən öncə mütləqdir ki, mediasiyaya müraciət etsinlər və burada mübahisələrini həll etsinlər. Digər məsələlərdə də qanun qadağan etmədiyinə görə çox yaxşı nailiyyətlərimiz var. Belə deyək, kommersiya mübahisələri olsun, mülki mübahisələri olsun. Burada hətta bizdə probasiya sahəsində də barışıqlarımız oldu. Deyək, şəxs cəzasının çəkilməyən hissəsinin mediasiyada, belə deyək, öz mübahisəsini əldə edib, məhkəmə qətnaməsi ilə cəzanın çəkilməyən hissəsindən azad oldu. Yəni, bu sahənin perspektivi əslində qanunda var. Sadəcə problem sahənin yeni olduğu və vətəndaşların daha çox maariflənməsindən asılıdır. Belə deyək, bir qədər el dilində desək, deyək ki, qanun vətəndaşa bir inzibati orqandan, bir məmurdan, bir məhkəmədən hansı qərarı istəyərdi qəbul etsin, dövlət qanunla bu səlahiyyəti vətəndaşın öz üzərinə qoyur. Amma vətəndaş bu məsələdən nə qədər məlumatlıdır, nə qədər məlumatsızdır, ən böyük problem budur. Yəni, vətəndaş bundan məlumatlı olanda, əlbəttə ki, öz problemini mediasiyada həll edir və bu bizim məhkəmə sisteminin də eyni zamanda uğurudur. Çünki bilirsiniz, hakimlər və məhkəmələr haqqında qanunda da hakimlərin, məhkəmələrin mediasiyaya yönləndirdiyi işlər onların qiymətləndirilməsində üstün nəticə kimi hesablanır. Yəni, dövlətin mövqeyi ondan ibarətdir ki, vətəndaşlar öz problemini, belə deyək, öz mübahisələrini mediasiyada həll etsinlər. Aydındır. Siz bəhs etdiniz bu mediasiyanın tətbiq edildiyi, artıq tətbiq edildiyi sahələr. Bu mediasiya mübahisələndirilməsi və barışıq konfiqurasiyaları ilə bağlı sizdə hər hansı bir, yəqin ki, statistik metrika var. İndiyə qədər nə qədər iş barışıqla başa çatıb, ümumiyyətlə nə qədər sizə müraciətlər olub və bunlar əsasən üstünlük hansı sahələr təşkil edir? Yaxşı sualdır. Ümumiyyətlə statistika ilə bağlı bir haşiyə çıxın. Bizim ailə mübahisələrində ümumiyyətlə əsas statistika götürülür. Deyək ki, Ədliyyə Nazirliyinin müvafiq idarəsinin və Statistika Komitəsinin verdiyi hesabat. Nəyə görə bunu deyirəm? Çünki mediasiya ailə mübahisəsində müraciət edən tərəflər bəzən fikrindən daşınır. Deyək ki, nicaha xitam vermək istəmir, prosesi yarıda saxlayır və bu da əslində bir uğur indikatorudur. Və bizim statistikanı qeyd eləsək, hər il ümumiyyətlə rüblə 3 dəfə biz ictimaiyyətə kütləvi informasiya vasitələri ilə hesabat veririk, rüblü hesabatlarımızı veririk. Bu günə olan statistika 3 rübü biz ümumiləşdirsək, ümumilikdə 37.994 müraciət bizə daxil olub. Bu müraciətlərdən 34.469-u ailə mübahisələrinə, 3.044-ü əmək mübahisələrinə, 114-ü kommersiya mübahisələrinə, 367 isə mülki mübahisələrə aiddir. Bu statistikaya baxsaq, burada deyək ki, mülki və kommersiya mübahisələrində müraciətlərin icbariliyi, belə deyək, təşviq edilən, dövlət tərəfindən təşviq edilən mediasiya modeli olmasa da, amma vətəndaşlar burada müraciət edir. Barışıq sazişlərinin statistikasını
demək istərdim. Ümumiyyətlə bizim bu statistikanın hesablanması modifikasiyası bir qədər fərqlidir. Yəni burada qanuna nəzər salsaq 1 ay 2 ay ərzində tamamlanan, tamamlanmayan işlər olur. Biz bunu belə də 3 rüb üçün belə təsnifləşdirilmişik ki, daxil olan müraciətlərdən 34193 müraciət nəticələnib. Ümumi burada o dediyi mübahisələr hamısı daxildir. Tamamlanan işlərin sayı ilkin mediasiya biz deyirik. Buna İMES sessiyalarında iştirak edən belə deyək, tərəflərin iştirak etmədiyi işlərin ümumi sayı 16760-dır. Deyək ki, burada məsələ nədən ibarətdir? A müraciət edib mediasiya, B-ni dəvət edib mediasiya ki, gəlin mübahisəmizi burada həll edək. B burada müxtəlif vasitələrlə yayınıb, ümumiyyətlə mediasiya gəlməyib və yaxud onunla danışıqlar aparıb, bu prosesdə iştirak edib, amma bir tərəf iştirak edib, öz problemlərin mediatora deyib, bunun həlli yolları, mübahisənin predmetlərini deyək, qeyd edib. 16.000 deməli bu işlərdən 16.700 dedim iştirak etmədiyi işlərdə xitam verilən və mediasiyadan imtina edilən işlərin ümumi sayısı 4963-dür. Bunu əslində biz uğur indikatoru kimi hesab edirik. Çünki artıq tərəflər mediasiya prosesində iştirak etdikdə hər ikisi o prosesdə belə bir nəticəyə gəlib ki, ümumiyyətlə bu mübahisə davam etməsin və bu mübahisələr həm də məhkəmələrə və digər inzibati orqanlara getməyib. Yəni bunlar hətta barışıq olmasa belə müsbət nəticəyə təsir edən rəqəmlərdir. 2025-ci ilin ilk 3 rübündə belə deyək, ümumilikdə 6020 barışıq saziş imzalanıb. Bu da bizim belə deyək, ümumi göstəricilər Avropa standartları ilə hesablasaq 48,28% uğurlu nəticə deməkdir. Və əldə olunan barışıqlardan 5222-si ailə mübahisəsinə, 396-sı əmək mübahisəsinə, 32 kommersiya, 70-i isə mülki mübahisələrdən irəli gələn mübahisələr aiddir. Burada ailə mübahisələrini bir aydınlıq da verin. Bəzən burada barışıq sazişləri imzalananda cəmiyyətdə qanun bəzən düzgün anlaşılmadığına görə elə bilər 5222 ailənin özü barışdırılıb, nicah xitam verilməyib, amma onlar nicah xitam da verə bilər, verməyə də bilər. Məsələ onların mübahisə predmeti üzrə barışmağındadır. Misal üçün, qızıl zinət əşyalarının geri qaytarılması, uşaqla ünsiyyət, mülkiyyətin bölünməsi, deyək ki, uşağın xarica çıxarılması, atada və yaxud anada qalması və yaxud atalığın müəyyən olunması, yəni bu qəbildən olan belə deyək mübahisələrdir. Bunu da biz təsnifləşdirmişik. Deməli, mediasiya təşkilatlarına daxil olmuş ailə mübahisələri üzrə mediasiya müraciətlərinin 34%-i nicahın pozulması ilə bağlı olan məsələlərdir. Deyək, bunlar ilk dəfə mediasiya müraciət edən və nicah xitam vermək istəyən şəxslərdir və nicah xitam veriləndə də digər o mübahisə predmetləri meydana çıxır. Bayaq dediyim məsələlər. 24% alimentin müəyyən edilməsidir. Bu statistikada ola bilər ki, tərəflər 3 ildir, 5 ildir boşanıb, deyək ki, nicah xitam verib, amma müraciət edir ki, aliment azalsın və yaxud çoxalsın bu məsələdə. 14% zinət və cehiz əşyalarının qaytarılmasıdır. 13% uşağın ölkə xaricinə çıxarılması, 11% isə uşaqla ünsiyyət tələbi, 4% isə digər məsələlər üzrə olubdur. Biz bunu belə ailə mübahisələrində təsnifləndirmişik. Kommersiya və əməkdə bu məsələlər daha bəsit olduğuna görə deyək ki, orada çox az predmetlərdir. Deyək ki, işə bərpadan söhbət gedir. Məzuniyyət haqqının ödənilməsidir, zamiyyətin ödənilməsidir və yaxud da müvafiq maddələr üzrə bəzən insan iştirakı olan proseslərdə texniki səhv olur, bu texniki səhvlərin düzəldilməsidir və bu proseslərin hamısında biz İstər Azərbaycanın məhkəmə sistemindən istəyir, aidiyyatı dövlət qurumları ilə çox sıx əməkdaşlıq edirik, aidiyyatı nazirliklərlə və açıq deyim, bunu tərif üçün demirəm, nəticələrimiz belə deyək qənaətbəxşdir, yəni digər ölkələrlə müqayisə edəndə və bu da sırf qanundan irəli gələn məsələlərə görə qənaətbəxşdir. Yəni bizim qanun daha böyük imkanlar verir bizə. Aydın. Mediasiya Şurasının qərarları Azərbaycan Respublikasının müvafiq qanuna və ümumiyyətlə qanunvericiliyə görə məhkəmə qərarları eyni qüvvəyə malikdir. Və belədirsə, o qərarların icrasının təminatı sahəsində iş nə rəyirdədir? Məsələ nədən ibarətdir? Bu çox yaxşı məsələdir. Bəzən bizdən bəzi hüquqşünaslar tələb edir ki, qanunda dəyişiklik olsun, mediasiya barışıq sazişinin birbaşa icra qüvvəsi olsun. Amma mövcud qanunvericilikdə çox haqlı olaraq bu səlahiyyət verilib məhkəmələrin ixtiyarına. Nəyə görə? Deyək ki, bir misal çəkək, tərəflər mediasiyada barışıq sazişi əldə edib, A və B bu barışıq sazişini deyək ki, B icra etmir və yaxud A icra etmir.
Bu həmən barışıq sazişi məhkəməyə təqdim edir. Məhkəmə bunu xüsusi icraat qaydasında baxır və 10 gün müddətində icraya yönəldir. Yəni bizim barışıq sazişlərinin özünün məhkəmə vasitəsilə birbaşa icra gücü var. Orada da bəzən problem bunu vətəndaşlara çatdırmaqda olur. Bəzən vətəndaşlar bunun hüquqi prosedurunu bilmir. Və burada ümumiyyətlə mediasiya fəlsəfəsi bayaq çox yaxşı qeyd elədiniz. Mediasiya fəlsəfəsində barışıq sazişlərinin tərəflərin özü tərəfindən könüllü olaraq icrasından söhbət gedir. Yəni bu dünya praktikasında ən alqışlanan modeldir. Deyək, tərəflər mübahisəsi uzundur, 3 ay, 2 ay bunu həll edə bilmir, amma mediator vasitəsilə bu mübahisəni həll edib. Bənd-bənd, maddə-maddə deyək ki, mübahisələrinin həllinə imza atıblar. Və burada da yenə biz açığı bunu heç kim məndən inciməsin, vətəndaş məsuliyyətsizliyinin bəzən belə deyək, nəticəsini görürük deyə vətəndaş dövlət ona böyük bir imkanlar verib. Yəni yenə deyirəm, get bir hakimdən nə istəyirdin, bunu mediasiyada həll elə, amma tərəf saziş imzalar, yenə bunu deyək ki, icra etməkdən imtina edir. Orada da əlbəttə barışıq sazişinin qüvvəsi var və hətta bir məsələni də qeyd edim, kommersiya mübahisələrində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi və Nazirlər Kabinetinin də böyük əmək verdiyi və dəstək verdiyi biz Sinqapur Konvensiyası kimi tanınan kommersiya mübahisələri üzrə əldə edilən barışıq sazişlərinin dövlətlər tərəfindən tanınması üzrə konvensiyada qoşulmaq ərəfəsindəyik və bu sahədə də problem gedir. Deyək ki, tərəfin biri deyək, digər ölkədədir, digəri buradadır. Onların arasında kommersiya mübahisəsi olub, onlar sazişi imzalayıb, amma icrası necə olacaq? Bu konvensiya məhz o suala cavab verir və bu sahədə də gedir. Mən bir haşiyə çıxmaq istəyərdim, ümumiyyətlə bu icra ilə bağlı olan məsələlərdə. Ümumiyyətlə, mən öz xalqımı, millətimi, dövlətimi sevən adamam, amma düşünürəm ki, bizim adətlər həddindən artıq köhnəlib. Yəni, bizim adətlər müasir çağırışlarla, hüquq sistemi ilə ümumiyyətlə uyğunlaşmır. Burada problem nədən ibarətdir? Bizə müraciət edən tərəflər bəzən cehiz, qızıl zinət əşyalarının aylarla, illərlə mübahisəsini edirlər. Yəni, bu adətin problemidir, adətin hüquqa gətirdiyi problemdir və bu problemin həllində bəzən məhkəmələr haqsız yerə qınanır, mediatorlar haqsız yerə qınanır, vəkillər haqsız yerə qınanır və bunun düşünürəm ki, adətlərin ümumiyyətlə hüquq müasir modelə uyğunlaşdırılmasına ehtiyacı var. Misal üçün, müqayisə eləsək, deyək ki, mənim doğulduğum kənddə bir zamanlar misgərlik sənəti çox dəbdə olan bir sənət idi və deyək, ölkənin hər yerində dəbdə idi. Amma orada indi bir, 2-3 belə deyək, emalatxanada bu sənət qalıb. Amma biz insanları məcbur edə bilməliyik ki, gedin hamınız misgər olun, alətlər düzəldin, sarılar. Bu model də eyni məsələdir. Misal üçün, hüquq sistemimiz üçün ən böyük problemlərdən biri qızıl zinət əşyasının bölüşdürülməsi. Yəni, bunu tərəflər həll edə bilər və bunun çox bəsit bir yolu var. Biz bunu təklif də etmişik, dövlət orqanlarından xahiş də etmişik. Tərəflər nikaha girəndə birbaşa nikah müqaviləsi imzalamalıdırlar və nikah müqaviləsinin imzalanması məcburi olmalıdır. Mən yenə də deyirəm, bizim bu adəti aşağılamaq kimi bir fikrim yoxdur, amma müqayisə etsək Avropa ölkələrinin məhkəmə sistemi və mediasiya sistemi ilə gəlin baxaq. Avropada qızıl zinət əşyalarının mübahisəsi yoxdur məhkəmə predmetində. Cehiz əşyalarının da mübahisə predmeti yoxdur məhkəmə təcrübəsində. Çünki cehiz aparmır, qızıl vermir və yaxud bunun belə deyək, hətta nəsə varsa ortada əmlak, bunun bir nikah müqaviləsi var. Amma bizim vətəndaşların məişət problemləri bu bir həqiqətdir ki, bizim məhkəmə sistemini də, mediasiya sistemini də yükləyir. Ona görə tərəflər bu öhdəlikləri öncədən başa düşməlidir. Biz misal üçün pilot olaraq belə şifahi bir sorğu da eləmişik tərəflərə ki, niyə vaxtında nikah müqaviləsi imzalamamısınız? Təsəvvür edin, tərəf deyir ki, yox, ayıbdır, mən uşaq evləndirirəm və müqavilə bağlayacağam, mənə necə baxarlar? Amma o ayıbdır deyilən epizodun sonraki mərhələsi, boşanmada olan o qırğın, el dilində desək, mərəkəni görsək və bunu tərəflər ayıb hesab etmir. Yəni, bir-birinə qisas almaqdan ötürü nə desəz edirlər. Misal üçün, götürək Avropa ölkələrinin keçdiyi yolu, deyək, Avropada olan bu problemlər nəyə fokuslanır? Bizim də qanun onu tələb edir, diktə edir. Hətta uşaq hüquqları haqqında konvensiyada onu diktə edir. Uşağın maraqlarına toxunmayan məsələlərin həlli. Bax, bu barışıq sazişlərimizin məhkəmələrdə təsdiq olunmasının da üstünlüyü ondan ibarətdir ki, ola bilər tərəflər səhv edər, sayırlar, amma məhkəmə səhv edə bilməz. Orada uşağın oxumağı, məktəbə kim aparacaq, kim gətirəcək, hətta 18 yaşına qədər deyək ki, çatana qədər bunun hansı xərclərini kim ödəyəcək, hətta
Hətta Avropada barışıq sazişləri var ki, qış geyimini kim alacaq, yay geyimini kim alacaq, alimenti kim ödəyəcək, hansı universitetə qəbul. Yəni bunu adamlar bizdə isə bu gün doğrudan deyirəm, mən bunu bizim adətə yaraşdırmıram. Ən böyük problem uşaqla ünsiyyətin mübahisələndirilməsidir və məhkəmə qaydasında mübahisələndirilməsidir. Deyək ki, tərəf ata ilə görüşə icazə vermir. Yəni bu absurd bir şeydir. Ata istəyir görüşmək. Yəni sən və bizdə bəzən bir qədər bəlkə də populizm kimi çıxacaq. Ailə institutunun dağılır deyəndə bu epizodlara fikir vermirlər. Düşünürlər ki, A və B nigahı xitam veribsə ailə institutu dağılıb. Amma ailə institutu o zaman dağılır ki, bax bu dediyim problemlər çıxır. Uşaqla görüşə icazə vermirlər. Uşaq illərlə atasını görmür və yaxud ata uşağa aliment ödəməkdən imtina edir və uşağın deyək ki, bir 3 yaşı varsa, bunlar boşanıbsa, bu mübahisə 18 yaşına çatana kimi getsə 15 il demək, bu deməkdir ki, 15 il bu mübahisə uzanır. Və sizdə araşdırma mərkəzi olduğu üçün bunu hətta sizdən xahiş edəcəm. Bunlar xüsusi araşdırılma mövzuları olan məsələlərdir. Yəni biz düşünürük ki, bizim vətəndaşın gündəliyindən bu mübahisə predmetləri çıxmalıdır. Bunu bəlkə də mediatorlarımız mənə irad bildirər ki, bu mübahisə predmeti bizim gündəlikdən çıxsa biz nəyə baxacağıq? Yəni biz nə ilə məşğul olacağıq? Amma bizim tam səmimi deyim, bu mənəvi dəyərlərimizdə ümumiyyətlə ölkədə bu tip belə deyək mübahisələrə yer olmamasıdır. Misal üçün bunu da belə biraz uzunçuluq olmasını deyim. Tərəflər toya xərc qoyur, cehiz əşyası filan sair axır alır və görürsən mübahisələndirilən məbləğ kifayət qədər ciddi məbləğdir ki, mən burada nədir? Yenə deyirəm, biz adətləri dəyişməliyik. Əgər uşaqları, ailəni düşünürüksə, qoy onların yeni evlənərkən birgə mülkiyyətləri olsun. Yəni o qədər cehizə, qızıla, xərc çəkincə, bunların heç olmasa bir otaq, 2 otaq, deyək ki, valideynlər, elə çox valideynlər var, buna imkanı çatır. Və təsəvvür edin, mən nə qadınların, nə kişilərin tərəfini saxlamıram. Qızıl zinət cehiz olur, sayırlaxır, qadın 2-3 uşaqla boşananda məlum olur ki, bu evsiz qalır. Və praktikada bu da var. Deyək ki, əmlak alınır valideynin adına, valideyn bağışlayır, deyək, oğluna və qadının ora mülkiyyət hüququ yaranmır və bu proseslər gedir. Yəni, biz adətimizdə bu məsələlərdə səmimi deyilik. Yəni, bir misal var, istəyərdim bu misaldan biz ümumiyyətlə çıxaq, deyir, qız ata evində doğulur, böyüyür, ər evində yaşayır, oğul evində dünyadan köçür. Yəni, belə çıxır ki, qadının heç vaxt mülkiyyəti olmur. Qadın bucağından baxanda, düşünürəm qadınların ümumiyyətlə ailə qurarkən mülkiyyət hüquqları bu təmin olunmalıdır. Və nikah müqaviləsində bunlar hamısı nəzərə alınmalıdır. Və yaxud kişilərin aliment ödəməsi məsələsi, yenə deyirəm, kişilər bucağından da baxsaq, bəzən elə düşünər ki, mən qadınları müdafiə edirəm. Qadınlar tərəfindən baxanda, qadınlar uşaqla ünsiyyətə ataya icazə vermirlər. Yəni, bu da böyük bir problemdir. Yəni, ata istəyir uşağını görsün, onu gəzdirsin, ona biraz, nə bilim, bir əyləncə yerlərini aparsın, pul xərcləsin və burada aqressiya buna imkan vermir. Yəni, düşünürəm, adət dediyimizdə əgər 100 ilə qayıtsaq, 100 ildə də hətta belə bir adətimiz olmayıb. Yəni, bizim adətlər artıq eybəcərləşməyə doğru gedir. Eybəcərləşəndə də əlbəttə ki, hüququn belə deyək, vəzifəsi və borcu ondan ibarətdir ki, bu adətləri bir sistem halına salsın, bir sistem halına gətirsin. Yəni, bu məsələlər açığını deyim, çox ciddi təhlil olunmalı məsələlərdir. Mən şəxsən özümün subyektiv fikrimdir ki, arzu edərdim ki, bizim ümumiyyətlə gələcəkdə istər mediasiyada, istər məhkəmə praktikasında qızıl zinət əşyalarının mübahisələndirilməsi məsələsi bir dəfəlik ortadan qalxsın. Bu yorur, hər kəsi yorur, açığını deyim. Və yaxud cehiz əşyasının qaytarılması. Təsəvvür edin, 20 il əvvəl cehiz gəlib, bu artıq öz mahiyyətini də itirib, keyfiyyətini də itirib və bu, belə deyək, taxtanın, ağacın 3 il, 5 il mübahisəsi gedir və bundan ötürü tərəflər pul da xərcləyir. Yəni, belə deyək, və səbəbi düşünəndə, dərin səbəbi düşünəndə, səbəbində, belə deyək, qisas durur. Bax, indi masada zəfər səllaməsi var bizim, Allah şəhidlərimizə rəhmət eləsin. Cənab prezidentimizi Allah var eləsin, onun rəhbərliyi ilə biz torpaqlarımızı işğaldan azad etdik və böyük bir zəfər qazandıq. İndi daxili məsələlərdə vətəndaşın öhdəliyidir ki, bu zəfəri biz öz aramızda sabitliklə qazanaq. Bu məsələlər mübahisə olunmasın. Açıq deyirəm, bu məsələlər əhalinin psixoloji halına da təsir. Bir boşanma işində, deyək ki, toy eləyəndə 300 nəfər dəvət edirlərsə, inandırım sizi, bir boşanma işində ən azı orada bir 30 maraqlı şəxs bu prosesə qoşulur. Yaxın qohumlar, o birisi təklif edici tərəflər var, o birisi var.
Və bizim cəmiyyətdə gördüyümüz aqressiyanın səbəbində bax bu statistikalar böyük rol oynayır. Yəni problemimiz belə deyək, açıq bu problemləri istədim deyim ki, bunları bir araşdıraq. Mediasiyamızın üzləşdiyi problemlərdən arasında yer alan xüsusi ciddi mənim fikrimcə problem. Çünki mən dəfələrlə qarşılaşmışam bu işlərlə. Ailəyə son qoyulanda, vaxtından əvvəl, yəni boşanma prosedurlarına başlayanda, əgər hər ikisi Azərbaycan vətəndaşıdırsa, bunu həll etmək bir qədər nisbətən çətin olsa da mümkündür. Amma nə etməli ki, barışıq olanda bunlar müxtəlif ölkələrin vətəndaşlarıdır. Bu baxımdan Azərbaycan mediasiyası ölkə daxilində çox böyük uğurlar əldə edə bilər. Amma beynəlxalq konvensiyalar, beynəlxalq qanunların ratifikasiyası, beynəlxalq əməkdaşlıq xüsusilə və bir çox ölkələrlə mediasiya sahəsində iki tərəfli və çox tərəfli təşkilatlar daxilində çox tərəfli anlaşmalar bu bizim prosedurları daha da asanlaşdırmazmı? Mümkün problemləri həll etməzmi? Əlbəttə, bizim orada da hüquqi yol var, hüquqi çıxış yolu var. Məsələ nədən ibarətdir? Biz Türk Dünyası Mediatorlar Birliyi beynəlxalq bir təşkilat qurmuşuq və onun bizdə qurucularından biri və Türk dövlətləri orada təmsil olunur. Cənab Ərdoğan tərəfindən imzalanmış xüsusi sərəncamla o təşkilat dövlət qeydiyyatına alındı və mərkəzi qərargahı Ankarada olmaqla fəaliyyət göstərir. Biz bu qəbildən olan işləri Türk Dövlətləri Mediatorlar Birliyi olaraq öz çərçivəmizdə həll edirik və orada əsas üstünlük tərəflərin, yenə deyirəm, o imzaladığı barışıq sazişlərinin könüllü icrası ilə bağlıdır. Əgər ABŞ vətəndaşıdırsa onda biraz digər məsələlər, orada artıq hüquq belə deyək işə girir. Məsələn, Birləşmiş Ştatların federal səviyyədə 4 mediasiya qanunu var. 32 ştatın da ayrı-ayrılıqda öz mediasiya tənzimləri var. Təcrübəmiz olmayıb. Yəni belə birdən problem yaranarsa, barışığa necə icra ediləcək? Və ya da barışığa necə cəlb ediləcək o şəxs? Və ya da Fransa vətəndaşı və ya da götürək ki, Rusiya vətəndaşı. Axı bizim iki tərəfli anlaşmamız yoxdur. Ratifikasiya edilməyib. O məsələlər düzü biraz praktikamızda rast gəlinməyən məsələlərdir, amma düşünürəm hüquqi onun belə deyək, peşəkar vəkillər vasitəsilə onun da hüquqi yolları var, hüquqi əsasları var. Çünki dövlətin imzaladığı sazişlər var, qoşulduğumuz digər sazişlər var, digər məsələlər var. Düzü o sahədə praktika hələ belə deyək, çatmamışıq. Yəni belə ciddi bir problem olmayıb o sahədə. Və sonuncu sualım belədir, Azərbaycanda və ümumiyyətlə inkişaf etmiş dövlətlərdə bu dəqiqə rəqəmsallaşma prosedurları gedir. Mediasiyanın da asan xidmət, həmçinin elektron hökumət xidməti, elektron hökumət portalına cəlb edilməsi və burada mediasiya prosedurlarının elektronlaşması və rəqəmsallaşması mənim fikrimcə, subyektiv fikrimcə prosedurları daha da asanlaşdırar. Bu sahədə hansı işlər görülür, hansı işləri nəzərdə tutubsunuz ki, vətəndaşların bu sahədə üzləşdiyi çətinliklər ümumiyyətlə aradan qaldırılsın? Çox maraqlı sualdır. Heç mən bu sahədə biz bir belə də pilot olaraq portal qurmuşuq və belə deyək, dövlət orqanları da bu prosesə dəstək verir. Ümumiyyətlə bizim vizyonumuz ondan ibarətdir ki, mediasiya prosesləri tam avtomatlaşdırılmalıdır, rəqəmsallaşdırılmalıdır. Amma burada problemin bir tərəfi ondan ibarətdir ki, bu portalın saxlanma xərclərini biz hələ ki qarşılaya bilmədiyimizə görə, yəqin ki, biz bunu bir ola bilsin 6-7 aya həll edə biləcəyik. Qanunun da icazə verdiyi, əlbəttə ki, hədlər çərçivəsində biz bunu düşündük, iyanələr formasında həyata keçirdik. Çünki portalın hazırlanmasını biz BIP-nin dəstəyi ilə etdik və pilot olaraq da çox uğurlu alındı, amma orada servis xərcləridir, sair deyək ki, qoşulmalardır, o birisi bunlar biraz maddi yük daşıyan məsələlərdir. Mediasiya Şurası da açığı bunu belə deyək, üzvlük haqlarından əldə olunan vəsaitlərlə öz fəaliyyətini quran təşkilatlardır. Biz də bilirsiniz ki, az təminatlı ailələrin mediasiya xərclərinin çıxmaqdan savayı biz dövlət büdcəsinə maliyyələşmirik. Yəni bu problemi də belə deyək, biz özümüz həll etməliyik. Onun üstündə işlər gedir. Düşünürəm ki, o ən ideal model olacaq. Çünki o həm vəkillərin işini asanlaşdıracaq, həm vətəndaşların işini asanlaşdıracaq. Ümumiyyətlə heç hara getməyə ehtiyacı olmayacaq. Ümumiyyətlə proseslərin avtomatlaşdırılmasında, mediasiya belə deyək, zəncirinin idarə olunmasında bütün məsələlər hamısı nəzərə alınıb. Yəni şəffaf qaydada ödənişlərin olunması, tərəflərlə görüşlərin olması. Tutaq ki, misal siz ABŞ-ı misal çəksiniz. Bizim Azərbaycan modelində olan o öz problemlərimizə baxsaq, deyək ki, tərəfin biri misal üçün Ucqar rayonunun birindədir, biri Bakıdadır. Siz təsəvvür edin ki, o tərəfin biri o hansısa rayona getməlidir.
Bunu amma elektron formada, hansısa formada həll etmək olar. Və yaxud da deyək tərəfin vəkili ora getməlidir, iştirak eləməlidir. Çünki mediasiyada iştirak tərəfin birinin və yaxud ikisinin iştirakı vacibdir. Aktual məsələdir, təəssüf ki, onu həll edə bilməmişik, amma əminəm bir 6-7 aya bəlkə də biz onu həll edə biləcəyik. Və mənim fikrimcə ən əsas sual ondan ibarətdir ki, Azərbaycanda vəkillər kollegiyası məsələn var, qiymətləndiricilər şurası var və s. Onların hamısında ixtisas artırma, ixtisas əldə etmə və ixtisas təlim və tədrisi prosedurları və prosesi çox aydındır. Amma mediasiya şirkəti yeni olduğu üçün Azərbaycan mediasiyasında Dövlət Qəbulu Komissiyasında, Dövlət İmtahan Mərkəzində xüsusi imtahanlar, mediatorların, məhz mediatorların hazırlanması nəzərdə tutulubmu? Onlar üçün ixtisas artırma kursları, təlimlər, treninqlər, seminarların keçirilməsi, nəzərdə ustad dərslərinin keçirilməsi nəzərdə tutulur. Orada bu məsələ hal-hazırda gedir. Bizim Mediasiya Şurasının əməkdaşlıq elədiyi təlim qurumu Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasıdır. Orada biz ilkin baza təlim kursları deyirik. Sonra əmək və ailə mübahisələri, eyni zamanda istehlak mübahisələri üzrə kurslar ixtisaslaşır. Belə deyək, o kursları keçməyən şəxslər o mübahisələrə baxa bilməzlər. O kurslar davam edir və ilk gündən bu proseslər olur və 2 ildə bir də Nazirlər Kabinetinin qərarına əsasən, qanundan irəli gələn qaydalara da əsasən 2 ildə bir dəfə mediatorların ixtisas artırma kursları baş verir. Hal-hazırda bu gündə bizim mediatorların həm ixtisas artırma kursu baş verir, davam edir. Mediatorlar o kursu keçirlər. Digər tərəfdən də baza kursları hal-hazırda gedir. Və orada belə deyək, mediatorların özü, vəkillərin özü, Ədliyyə Akademiyasında belə deyək, akkreditasiyadan keçirdiyimiz təlimçilərimiz onlara bu kursları keçirlər. Bu kursları ilk əvvəl problem, həm də yenə deyirəm, bu mental fərqlərdə də əvvəl Avropa ekspertləri keçiblər. Yəni, həm də praktikadan irəli gəlməyən kazuslar üzrə keçiblər. Və bizim o zaman çox ağır bir dönəm keçdik, çünki yeni idi. Amma indiki ixtisas artırma kurslarında siz deyən mövcud problemlər, modellər müzakirə olunur və orada belə deyək, bu problemlərdən həm hüquqi, həm mənəvi çıxış yolları qoyulur. Yadımdadır, mediatorun çoxsa yuvenal ədliyyədən kurslar keçir. O da var, amma yenə deyirəm, bizim belə deyək, kontingent, mediator kontingenti, qanun da deyir ki, 3 il staj, 25 yaş üzəri məhkumluğu olmayan və ali təhsil olan şəxslər və bizim kontingentdə hüquqşünaslar, psixoloqlar, həkimlər, hər bir sahəni təmsil edən belə deyək şəxslər var. Və biz özümüz də mediasiya gələndə düşünürdük, çox şey bilirik, amma görünür təlimlər vasitəsilə açığı öyrənməli daha çox şey var. O təlimlərdən kənar məqsədimiz çox doğru dediniz, o ustad dərsləri ilə bağlı məsələlərdir. Biz indi o siyahının üzərində işləyirik. Ümumiyyətlə cəmiyyətin baxışı mediasiya, cəmiyyət bunu necə görür, cəmiyyət həllini necə görür. O məsələlər də yəqin ki, edəcək və eyni zamanda beynəlxalq kurslarda bizim mediatorlarımız iştirak edib, artıq beynəlxalq dərəcəli mediatorlarımız var, beynəlxalq sertifikasiya alan mediatorlarımız var. Bu da çox uğurdur, amma görünür, biraz çox iş aparmaq lazımdır. Yəni, bunu da deyim, Mediasiya Şurasında bilmirəm nə dərəcədə bunu ifadə edeyim ki, belə deyə heç kim inciməsin. Biz Mediasiya Şurası ilkin başlayanda bir il yarım müddətində bir 50 nəfər digər vəzifələrə getdi. Deyək ki, onlar da məsuliyyətli mediatorlar idi, iş yerlərini dəyişdilər. Amma 300-dən çox şəxsi biz sıralarımızdan xaric eləmişik. Çünki baxdıq, onların peşəkar keyfiyyətləri heç cür bizlə uzlaşmır. Yəni, adamlar mediator keçib, mediatordurlar, amma bu fəlsəfəni başa düşmürlər. Yəni, yollarımızı onlarla ayırmalı olduq. Amma qalan mediatorlar artıq o rəqabətə dözən, prosesləri aparan, siz təsəvvür edin, misal üçün 400-ə yaxın mediatorumuz var, 70-ə yaxın mediasiya təşkilatlarımız var, artıq bütün bölgələrdə mediasiya təşkilatları təşkilatlanır. Belə deyək, məqsəd odur, gələn ilə ki, mediasiya təşkilatı olmayan rayon qalmaz. Yəni, vətəndaş ora rahat müraciət eləsin və bu proseslərin quruculuğu açığı çox böyük əmək tələb edir. Və burada ictimaiyyətlə iş, fürsətdən yenə istifadə edib mətbuata böyük təşəkkür edirəm. Çünki mətbuat həmişə bizə heç bir təmənnasız dəstək verib bu məsələlərdə. Yəni, bu böyük bir kömək edibdir, maarifləndirmədir. İndi artıq biz reklamlarımızda, roliklərimizdə demirik mediasiya nədir. Mediasiyanı bilirlər, amma
deyir o marketinqdə sayırlaxırda mediasiyanın həll etdiyi kazusdan kazusa məsələləri qoyuruq. Yəni açığı deyim, axsadığımız sahələrdən biri də yəqin ki, marketinqdir. Biz bütün bacardığımızı eləyirik, amma burada ekosistem iştirakçılarının elçimən böyük dəstəyinə ehtiyacımız var. Yəni biz bu məsələləri açıq istəyirik müzakirə edək. Hətta bir dəfə sizi qonaq qismində istəyirik dəvət edək. Bir iradlar, fikirlər, ümumiyyətlə gözləntiləri biz alaq. Yəni Türkiyə ilə müqayisə eləsək, orada 10 ildən çoxdur mediasiya var, Orta Asiyada bizdən daha qabaq var, amma yenə də tərif üçün demirəm, nailiyyətlərimiz, problemlərimiz çoxdur, amma nailiyyətlərimizi yaxşı qiymətləndirirlər ki, yəni qısa vaxtda bir yol keçmişik. Bunun da səbəbi yenə deyirəm, qanundur və dövlət orqanları ilə səmərəli əməkdaşlığımızdır. Bütün hüquq mühafizə orqanları ilə əməkdaşlıq edirik, dövlət idarələri ilə, komitələrlə, yəni maksimum həddə əhalinin yanında olmağa çalışırıq. Ona görə belə deyək, o siz deyən məsələləri də gərək üzərində işləyək. Baxaq daha yaxşı modellər nə edək ki, daha yaxşı olsun. Çox sağ olun Nadir müəllim. Çox sağ olun, təşəkkür edirəm sizə. Hər şeyə görə sağ olun, xoş oldu sizi görmək.